Uşaqlardan danışırıqsa Narınc xanım buradadır. Mən əminəm ki, o buradadırsa, o hansısa bir uğuru yenə bura gətiribdir. Bəli, şad xəbərlə gəlmişəm. Nə ilə gəlmişsiniz? Şad xəbərlə gəlmişəm. Şad xəbərlə. Bəli. Sizin nə vaxt belə şad olmayan xəbər olub ki? Gəlin görək burayı Bir şad əmanət xəbərlə elədiyiniz balamız var Deyin idi. Mart ayında. Aha. 2 aya söz vermişdim. Ömər. Gəlib, bəli. Bəlkə tamaşaçılarımız xatırlasın Öməri qısaca. Deyəsən, çox böyük uğurlar əldə etmişik, eləmi? Gözünüzün içi gülür. O zaman biz Öməri necə Narınc xanıma həvalə etmişdik? Bir onu izləyirik, sonra Öməri dəvət edirəm. Görün ki, bu qadının, bu xanımın əlində həqiqətən sehirli çubuq var. O möcüzəvi aparatları bu xanım olmasa çalışdırmaq da mümkün deyil axı. Bir izləyin. Oxuya bilirsən? Məsələn, bunu oxu görün mənə. Bu nə sözüdür? Hə. Davranış. Davranış, bəli, oxuya bilir. Sonra nə gəlir? Nəysə, amma 3-cü sinif bilirsiniz də əslində. Bəli, necə oxumalıydı? Ömərin problemləri budur ki, davranış pozuntusu var. Dərsə davamiyyəti zəifdir. İstəmir dərsə İstəmir, məcbur. Səhərlər qonşular bəlkə də bizim səsimiz oyanır. Səhər-səhər. Bu çox evdə belədir. Oxuyub yazmağı iş xoşlamır. Əvvəl yaxşı idi, biz sonralar nəysə bu xasiyyətə çevrildi. Telefondan asılı vəziyyətdədir. Telefonu əlindən alsa, konsert olar bizim evdə. Yaddaşı da zəifdir, dərsi qavramağı zəifdir. Siz dedik ki, mən deyirəm, Narınc xanım yerə otuzdurur. Hara, kimə, necə, nə cür? Çünki 1 deyil, 2 deyil, 3 deyil. Xəritəsi əlimdədir, zaten bunları görürəm. Ortadakı başa bax, bir dənə yaşıl yoxdur, qalan hər rəng var Narınc xanım. Dediyi sözün üstündə durur, deyir, mən nə deyirəmsə odur. Valla, indiki o bir dənə yaşıl yoxdur dediyim nəticəyə baxın. Bir başqa rəng yoxdur. Maşallah. Ancaq yaşıldır. Maşallah olsun. Halal olsun Narınc xanım. Bu başdan bu başı yaratma. Və sizin adətən, mən bir dənə söz deyim, sonra onu paylayın. Narınc xanımın növbəsi olanda deyirəm, uşaqlar hazırlaşın, axşam xına yaxdıdır. Axşam elçilikdir. Axşam şirinlikdir. Hamı götürəcək belə qucaq-qucaq, boğça-boğça. Allah bütün gözü yolda olan valideynlərə nəsib eləsin. Onun həqiqətən də toy şirinliyini parlayasınız. Özü hardadır? Ay, Ömər. Yaraşıqlı. Siz onu... Gözlər. Olmaya Sevinç xanımın sahəsinə girmişsiniz. Diyetdə yazmışsınız ona. Arıqladıb göndərmişsiniz balamı. Necəsən? Yaxşısan Ömər. Ömər, çox yaraşıqlısan. Amma bu 3 ay içində həm də böyümüsən sanki biraz. Tamamilə belə özgüvən qayıdıb. Nə dəyişib Ömər? Bax, Narınc xalanın yanına gələndən, indi bura gələnə qədər sənin həyatında nə dəyişib balam? Telefon asıllığın. Telefon asıllığın. Bravo, ən böyük uğurda sizə deyim. Uşaqları telefondan ayırmaq çətinməz. Çox gözəl. Ala bilmirdik telefonu. Valideynlər, xəbəriniz olsun. Narınc Rüstəmovanın seanslarından sonra uşaqlar telefonu kənara atırlar. Sonra... Anamı vururdum, vurmuram. Ananı vururdun. İndi vurmursan. Ana deyəndə ki, telefona baxma, məktəbdə. Vurmursan, daha çox sevirsən, deyilmi? Bravo sənə. Anası, bundan böyük xoşbəxtliyin adını çək görüm, çəkə bilirsənsə. Lalə xanım sizə, Narınc xanım sizə öz dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, Allah razı olsun. Ömərin üzərində əməyi olan hər bir kəsə öz təşəkkürümü bildirirəm. Buradan Aynurə xanıma, xüsusilə Vəfa xanıma çox dərin təşəkkür edirəm ki... O mən deyəcək, yerləşdirir indi. Aynurə xanımın işi bir, Vəfa xanımın işi bir. Onlar ən çox Vəfa xanımın əməyi çox olub ki, telefon asıllığından Ömər tamamilə uzaqlaşdırıb, xüsusilə onu sevib, ona hər gün parkdan gül aparırdı. Vay vay. Məhəbbət dəyişdirib o parkdakı gülün. Qəşəng şokoladlar gətirib balamı. Çox dəyişiklik var. Dərsləri necədir? Davamiyyəti yox idi, iş sevmirdi məktəbə. Gedir mi vaxtı? Qalmır dərsdən. Oxumayanda oxumamış getmir. Oxumasa da tezdən durur, tez oxuyur. Müəllim özü fərq görürmü məktəbdə? İndi artıq o apreldə, mayda.
özü də fərq görür, özü də elə deyək, Yəni çox Narınc yaxşı, xanım, çox hər dəyişik. Neçənci sıraya gəlib çıxıb? 180 dərəcə dəyişim var. Elə bir baş aşağı olan uşağı götürüb belə Pis qoymuş. şeylər indi hamısı yaxşılığa doğru. Əsəbliyi, hiperaktivliyi, maşallah, diqqətinizi çox yaxşı Çox düzəlir, gözəl. Ay əla olur. Narınc xanım, bunları nətər Ən edirsiniz? əsas Yenə da deyirəm. mənim yaralı yerim telefon asıllığı idi. Telefon Deyirəm, o təmiz çətindir. əlindən Onu çıxıb. bacarıbsa Hə, vəssalam. Əsas elə Yenə yaralı deyirəm, yerim o idi Qorxusu mənim. necə qorxularsa, belə şeylər Qorxu yox, qorxu beləmir. Görürsən? Nəsə sizi Əksinə sən indi döyürdün. narahat edən bir məqam qalıb. Yox. Nədənsə narahatsız, Yox. nigarançılığınız qalıb. Yox. Hər şey getdi. Dəyişir, Şükürlər olsun. O zaman Narınc xanım bunun sirrini bizimlə bölüşsün. Özümə də çox psixoloq, orada özümə Ananı də çox tanımadım biz dəyişiklik görüşəndə. eləmişəm. Çox özümə də dərs götürmüşəm. O çiyinləri daha yox, deyil, uşaq daha çox belə yaxşı Uşaqdan güvənli. əlavə mən elə özüm də özümə elə o danışıqlardan elə bir ki, yaxşılığa Biz doğru siz- nəyisə yaxşı dəyişiklik. Sizdə bir görəndə- üstə gəl bir kampaniyası buydu. Bala gətirəndə gələndə ana da Elə olur. müəllimiyə Vəfa Baxın, xanıma bir deyirdim üstə ki, gəl bir Vəfa xanım, kampaniyası Ömərdən gedir, çox amma elə zarafat özümə də edirəm, nəyisə deyil. yaxşı təsir edir. Həqiqətən də Aha. valideynin ən böyük canı necə deyirlər baladadır. Bəli. Ana görəndə ki, uşaq əlində artıq telefon oynatmır, normal vaxtında yatır, dərslərinə həvəslə gedir. Ananın da gözü, könlü də açılır, ruhu da çiçək açır. Elədir. Əsəblər gedib. Olub belə Hətta mən ana belə ilk qədri bilən görüşdə bir siz uşaq. qolunuzu da açmış, göstərmişdiniz ki, məni vurur belə bu şəkildə. Özü deyir də anamı döyürdüm, indi daha döymürəm. Halal olsun oğluma. Narınc balam. xanım, necə Necə edirik bunu? Çünki bilirsiniz, bax bununla bu Arasında. tamam yerlə göy qədər. Bu mənim həmişə yaralı yerimdir. Bunu vurğulayıram. Bəzən valideynlər gəlir, deyir, hə, məsələn, mən hardasa başqa bir yerdə bu aparatı eləmişdim. Ay, heç elə böyük nəticə görmədim. Bir şey yox idi. Niyə görə? Çünki aparatı alıb gətirmək, hə, Allah hamınız olsun, bol eləsin, pula bağlıdır. Getdin, alıb gətirdin, mümkündür. Amma bu aparatı doğru şəkildə protokolun təyin eləmək, doğru şəkildə, doğru nöqtəyə təsir edə bilmək hər icidin işi deyil. Bunun üçün biz 5 ilə yaxın bir əmək qoymuşam ki, mən bu aparatı daha dərindən təkmilləşdirək. Çünki burada bu xəritədə çıxartdıq və bu xəritəsindən sonra biz artıq hansı yolda gedib ünvana, doğru ünvana çatacağımızı planını qururuq. Birinci olar, məsələn, betamız diqqət dalğamız çox aşağı idi. Maşallah, intellekti gözəl idi, amma adi hecalıya oxuyurdu, cümlə qura bilmirdi. İndi artıq diqqətini fokuslaya bilir. Uşaq dərs oxuya bilməndə də diqqəti yayınıq olanda artıq dərsə marağı da olmur. Onun üçün də bunların hamısını qəşəng həm aparatla, həm psixoloqla, mütəxəssislərimizlə əmək qoydu. 3 mütəxəssisin nəticəsidir ki, bugün mən balam gözəl də nəticələrinə üzümüzü gülürük. Əla nəticədir. Mən sizə təşəkkür edirəm. Dərslərini, 5-dərini də gözləyirəm gündəliyini. Keçən səfər gündəliklər, mən həmişə gündəlikləri götürüb müqayisə edirəm. Sizə təşəkkür, ailəyə isə təbrik düşür sözün əsl mənasında. Paylaya bilərsən, mən dostlarıma təşəkkür edənə qədər şirin payları və bir daha demək istəyirəm ki, uşaqların psixoloji hər hansı bir problemi varsa, o zaman siz Narınc xalalarına müraciət edə bilərsiniz. Narınc xanımın dedikləri əslində nəyi təsdiqlədi? Mənim az öncə deməyim ki, aparat ola bil. Ay can, gətir, hansını seçdin mənim üçün? Ay, sağ ol, ən sevdiklərimi gətirdi. Çox sağ ol, minnətdaram sənə. Şirin paylar paylanana qədər